Yuxuda görürəm ki, köçüb gedirik. Yuxuda da kim var idisə normalda onlar var. Görürəm ki, falan yerdə yaşadığımız halda köçüb gedirik. Yolun ağzıdır. Deyirəm ki, ayda biz burada necə yaşayacağıq bu səsküydə. Görürəm ki, mən uşaq vaxtları kimlə keçibsə, ondan biri elə bir evdə yaşayır. Nəsə fərqli bir ev deyil, nəsə əlaqəsiz bir yerdir. Ya həmin adamın yaşamadığı bir yerdir. Elə bir beyində şuuraltı onu qoyub ora ki, hə o orada yaşayır. Yəni bilirəm hara hansı yerdə kim orada yaşayır. Prosta indi bu adam burada tək yaşayır görürəm. Biz də Biz də üçümüz, mən nəsə yuxudan durdum, xatırladığım yuxu elədir ki, biz də üçümüz gedirik o tərəfə. Deyirəm ki, qalaq da burada. Mən burada necə yaşayacağam ki, adam oradan bura gələr, yəni niyə yaşayayım ki burada? Görürəm də, bilmirəm, mərtəbəni falan bilmirəm, amma görürəm ki, trafik bayağı yoğundur da. Bütün günü yol gedir, gəlir. Əslində belə ünvanına qədər bilirəm də ki, falan yerdir burada. Qalan yuxuda heç bir detal yoxdur da başqa. O orada qalır tək. Biz üçümüz nədənsə elə görürəm yuxunu ki, bilmirəm də indi. Biz də üçümüz bura gəlirik. Ayrışdırma.